Bir çox döyüşçü Justin'la döyüşdən sonra olduğu kimi görsənmirlər. Bu sanki qəfəs daxilində baş verən avtomobil qəzasını xatırladır. Bu döyüşdən gözləntilərin nədir? Ümumiyyətlə Justin'a qarşı hazırlaşarkən nəsə gözləmək mümkündürmü? Onun üçün bir açıqlama verəcəm. Bu döyüşdən sonra əvvəlki kimi olmayan o olacaq, mən yox. Hazırlıq da məhz bu düşüncə ilə aparılır. Sonuncu dəfə müvəqqəti çempion kəməri qazandıqda onu yerə atmışdın. Bu dəfə bu kəmərə münasibətin fərqlidirmi? Və bu karyeranın bu mərhələsində sənin üçün nə ifadə edir? Məsələ onun prioritet olmaması deyildi. Sadəcə bilirdim ki, növbəti döyüşüm Xabiblə olacaq. Xabib qarşıdaykən özümü həmin kəmərlə çempion kimi hiss etsəydim, bu düzgün olmazdı. O döyüşə hazırlaşmaq üçün mənə həmin düşüncə tərzi lazım idi. O məni məğlub etdi, lakin nəticə etibarilə bu titul bizə çempion kimi daha yaxşı qazanc gətirir. Və mənə İlya ilə döyüşmə imkanı yaradır. Mən İlya ilə döyüşmək istəyirəm. Xabib və Tony döyüşlərində etdiyim kimi yenə planları pozmaq istəyirəm. Hər kəs üçün bu ssenarini alt-üst edəcəm. Pedzi və İlya döyüşü olmayacaq. Daha sonra əgər hazır olsa, Ağ Ev kartında İlya ilə döyüşmək istəyirəm. Görək nə vaxt hazır olacaq. Bilirik ki, Justin bütün karyerası boyunca, hətta UFC-dan da əvvəl çox ağır müharibə tipli döyüşlər keçirib. Bu döyüşə çıxarkən ondan nə gözləyirsən? Mən açıq-aydın müharibə gözləyirəm. Çünki bu Justin'dir. O izləməyə ən çox sevdiyim döyüşçülərdən biridir. O sənin sevdiyin döyüşçünün sevdiyi döyüşçüsüdür. Və onunla oktagona çıxmaq mənim üçün böyük zövq olacaq. Onun UFC-yə necə gəldiyini xatırlayın. Michael Johnson ilə döyüşü necə keçirmişdi? Elə bir döyüş yaşamaq istərdim. Amma düşünmürəm ki, hər şey tam olaraq o cür alınacaq. Hər halda görək nə olur. Ümid edirəm ki, həm çıxışa görə bonus, həm də gecənin döyüşü bonusunu alacağam. İlk döyüşə çoxlu suallarla çıxmışdın. Üzərində İlyadan və İslamdan aldığın nokaut var idi. Amma sən ora çıxıb onun zərbələrini qəbul etdin. Bu sənə yenidən ora çıxıb lazım olsa açıq döyüşə girməyə daha çox inam verirmi? Əlbəttə, buna hər zaman hazır olmalısan. Heç vaxt döyüşə zərbə almaq üçün çıxmırsan. Məqsədin vurmaqdır, zərbə buraxmaq deyil. Amma bu döyüşdür. Zərbə alma ehtimalı çox yüksəkdir. O həqiqətən güclü vurur. Amma mən göstərdim ki, çənəm hələ də möhkəmdir. İlk döyüş çox yaxın keçmişdi. Xüsusən də birinci raundda. Amma sonda Alex qalib gəldi. Bu dəfə qalib gəlmək üçün nəyi dəyişməlisən? O döyüşdən sonra çox şey öyrəndim. Apreldəki titul döyüşü mənim üçün 5 raundlu əsas gecə döyüşü üzrə ilk təcrübə idi. Amma indi mənim üçün artıq heç nə yeni deyil. Mənim də kifayət qədər təcrübəm var. Və bu döyüşdə nə etməli olduğumu bilirəm. Komandama inanıram. Bir çox şey düzəltmişəm. Növbəti döyüş üçün artıq tam başqa bir döyüşçüyəm. Sualım Şonadır. Bu 2022-dən sonra ilk döyüşündür. Bu 3 raundluq döyüşdür. Daha sürətli tempdə döyüşmək üçün həyəcanlısan? Yoxsa biraz da artıq vaxtın olub və daha çox iş görə bilməyini istərdin? 3 raundu sevirəm. Qarşıdakı bir neçə il ərzində dünyanın 3 raundluq bantam çempionu olmaq istərdim. Mənim üçün 3 raund tam uyğundur. Sonqu rəqib kimi necə dəyərləndirirsən? Bilirik ki, o universal döyüşçüdür və yaxşı zərbəçidir. Amma səncə bu Sugar Show-un kim olduğunu yenidən xatırlamaq üçün ideal rəqibdirmi? Bəli, tamamilə. Gəncdir, təcrübəlidir, partlayıcıdır, çox təhlükəli döyüşçüdür. Amma inanıram ki, onun işıqlarını söndürəcəm. Məhz buna ehtiyacım var. Çox uzun vaxt keçib və mən yenidən qalibiyyət yoluna qayıtmalıyam. Və son Yadong üçün sual. Şon hələ də bu çəki dərəcəsində ən böyük adlardan biridir. Merab daim yeni iddiaçılar axtardığı bir vaxtda Şon üzərində qələbənin səni dərhal titul mübarizəsinə daşıya biləcəyinə inanırsan mən. Əlbəttə, əgər Şonu məğlub etsəm, titul döyüşü şansı əldə edəcəm.